Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım göndərilib. Humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Ətraflı məlumatı əməkdaşımız Rauf Məmmədov çatdırıb. Azərbaycan Respublikası humanitar dəstək siyasətini ardıcıl şəkildə davam etdirir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkan arasında baş tutmuş telefon danışığından sonra qəbul edilən qərara əsasən bugün aprelin 4-də İrana növbəti humanitar yardım karvanı yola salınır. Göndərilən yardımın ümumi həcmi 200 tondur. Bunun 190 tonunu ərzaq və qida məhsulları, 7 tonlu dərman vasitələri, 3 tonlu isə tibbi ləvazimatlar təşkil edir. Yardım ümumilikdə 10 yük avtomobili vasitəsilə çatdırılır. Qeyd edək ki, bu son həftələr ərzində həyata keçirilən ilk yardım deyil. Belə ki, martın 10-da göndərilən humanitar yardımın həcmi təxminən 250 ton, martın 18-də yola salınan növbəti partiyanın həcmi isə təxminən 200 ton olub. Bu ardıcıl addımlar Azərbaycanın regionda humanitar həmrəylik prinsipinə sadiqliyinin göstəricisi kimi qiymətləndirilə bilər.